Salam dostlar, mukbang videoma hoş geldiniz. Yeni bir video ile karşınızdayım. Bugün deməli yeməkdə belə bir pankeklər hazırlamışam. Pendirli böreklər hazırladım burada. İçinə ovulmuş pendir koymuşam və hazır yufkadan hazırladım. Holland pendiri, şokolad yağı və çiyələk mürəbbəsi və çay təbii ki. Əslində bunu səhər yeməyi olaraq hazırlamışdım. Ama günün istənilən saatında yemək olar. Birinci pankekdən başlayayım. Necəsiz? İnşallah hər şey yaxşıdır. İşləriniz qaydasındadır. Pankeki əslində çox sevirəm. Çünki əslində bu xəmirini meyvə qatmadım. Amma banandan da hazırlamaq olar. Dadı çok qəşəngdir. Biraz sertdi dadı. Yumuşaq değil. Ama dadı çok qəşəngdir. Bu dəfə hazırladığım reseptdə şeker tozu da var idi. Biraz da şokolad yağından yoxlayayım. Şokolad yağından da dadlı olur. Gerklesi bananla hazırlayanda həm qoxusu, həm yumuşaqlığı, ləzzəti, uşaqlar üçün hazırlamaq istəyirsinizsə, mütləq banandan hazırlayın. Şokolad yağından da çok qəşəngdir. Çayım artıq bitir. Pendirli yufkanı belə sınıyaq. Bu yufkaları hazır aldım. Burada marketlerde hazır yufkalar satılır. İçine pendir, kartoşka, digər ləvazimatlar koyup börek halında falan pişirmək olar. İçi de bu cür dolu elədim. Çok tatlıdır. Bunun içine kəsmeyi de koyup hazırlayabilirsiniz. Ben pendirlerine bakın. Siz ümumiyyətlə bu cür börək tərzi yeməkləri sevirsiniz ya yox, rəylərdə yazarsınız. Bu arada videolarıma göstərdiyiniz dəstək üçün çox təşəkkür edirəm hər birinizə. Çox xahiş edirəm, abunə olmağı unutmayın. Holland pendirini çok sevirəm. Ərdilmiş halını da çok sevirəm. Belə sadə yeyəndə də. Burada akşam saat 8'də hal-hazırda. Amma ki o qədər istidir. Ventilatoru qoşmuşuq. Onunla belə, yəni
Çox istidir hava həqiqətən. Bəzən belə spontane olan şeylər daha gözəl olur. Niyə görə bu sözü dedim? Çünki mənim bir videom var bu kanalda. Orada mən tripodu ayarlaya bilməmişdim və üzüm görünməmişdi. Əslində ayarlaya bilməmişdim. Yox, yeni tripod almamışdım və stol üstü tripodda üzüm nə qədər elədim görünə bilmədim. Dedim ki, eybi yox da, həqiqətən çox çalışdım, alınmadı. Ayarlaya bilmədim. Dedim ki, eybi yox, necə var elə yükləyim. Ama ürəyimdə bir şey qaldı da, dedim ki, çox əziyyət çəkdim, hazırladım süfrəni falan. Video istəyirdim, üzüm də görsənsin. Təxmini 2 videoda belə oldu, üzüm görsənmədi. Sonra neysə, buraxdım, boş buraxdım, dedim ki, bəlkə elə belə olmalıymış. Və yüklədim o videonu kanala. İndi inanırsınız, ən çox izlənən videom o videodur. Nəyə demək istəyirəm sizə? Bəzən həyatda bir şeyin arxasınıza düşüb gedirik. İmmunlu olmalıdır, olmasa elə bil ki, həyatımızı bağlayırıq o məsələyə. Sanki olmasa həyat davam eləmir. Bu ola bilər hansısa bir insan olsun həyatımızda və ya hansısa bir arzu, bir niyyət, bir hədəf. Amma onu boş bıraxanda o öz-özünə gerçəkləşir. Bunu mən həyatımda çox müşahidə eləmişəm. İstər iş həyatımda, istər dostluq, istər şəxsi münasibət. Nəyə ki boş bıraxmışam, daha gözəl mənə gəlib. Ona görə də canınızı sıxmağa, nəyinsə arxasından düşməyə ehtiyac yoxdur. Heç nə bizdən dəyərli deyil. Çox gözəl bir söz var Azərbaycan dilində. Deyir ki, hər yanlış bir naxışdır. Bu həqiqətən belədir. Həm şokolad yağı, həm də çiçəli mürəbbəsi ilə bir yerdə çox dadlı alınır pankek. Artıq uzun zamandır ki, mən xəmir yeməkləri yemirəm. Deyim də nə qədər, bir ay hardasa var. Bu çiyələk mürəbbəsini Türkiyədə marketdə almışdıq. Şok market deyilən bir market var Türkiyədə. Oradan almışdıq. Türkiyədə ümumiyyətlə mürəbbə çox görmək mümkün deyil. Bizdə elədir ki, hər evdə mütləq ən azından 4-5 cür mürəbbə olur. Amma burada elə deyil. Və şok marketə getmişdik. Təsadüfən çiyələk mürəbbəsi gördüm. O qədər sevindim. Özü çiyələk mövsümü. Burada çiyələklər çox böyükdür də. Bilinir ki, hormonludur. Dərmanlıdır. Ona görə çox yemədim. Haradasa demək olar, alma qədər, alma boyunda çiyələklər olur. Şok marketdə çiyələk mürəbbəsini görən kimi necə aldım? Keçən dəfə ki, incir mürəbbəsini də görmüşdüm, oradan almışdım. Çox dadlı olur oranın mürəbbələri.
Dostlar, mən əvvəlki YouTube kanalımın linkini bu videonun altında yerləşdirəcəm. Çox xahiş edirəm. O kanalıma da baş çəkməyi, abunə olmağı, yorum yazmağı, dəstək olmağı unutmayın. Çünki həm bu kanal üçün video çəkirəm, həm o kanalım üçün. Və son zamanlar o kanalımı aktivləşdirmişəm. Çiyələk ümumiyyətlə biraz təhlükəli meyvədir. Çünki buna qarşı allergiyası olanlar çoxdur. Mənim ümumiyyətlə allergiyam hər şeyə qarşı var. Qışda da olur, soyuğa qarşı. Çox hava isti olanda havadan da, günəşdən də allergiyam olur. Şirin meyvələrə qarşı, acı bibərə qarşı. Uşaq vaxtı mən bu allergiyanı keçirmişəm. Təxmini 4-cü sinifdə oxuyurdum ya yox. Çox az idi yaşım. Səhər tezdən oyandım. O vaxtda anam qışa almalar saxlayırdı. Padval deyilən yer olur evin altında, zirzəmi kimi. Geçən qırmızı almaları idi. Bunu səhər-səhər qalxdım, yumamış dişlədim, yedim. Üstündən bir yarım saat keçdi, bir də baxdım ki, ağzım şişirdi. Çox pis şişdi də, dəhşət dərəcə. Sanki ağrı vuranda necə şişər, o dərəcə. Mamam gördü, tələsi apardı doktora. Ondan sonra hekayələr başladı. Demək olar ki, 2 ilə yaxın müalicə almışam allergiyadan. Mən düşünmürəm ki, almadan olur, bəlkə də almadan olur, heç nə deyə bilmərəm, amma belə düşünürəm ki, bədənimdə onsuz da var imiş allergik reaksiya. O da ola bilər, nəsə tetikləyib onu. Övrəyə qədər gəlib çatmışdı. Təsəvvür edin, bir dönəm heç nə yeyə bilmirdim. Həkim ümumiyyətcə qadağa qoymuşdu, pəhriz qoymuşdu. Gün ərzində sadəcə bir ədəd soyutma kartof və süzmə qatıq yeyirdim. Və bütün bədənim şişirdi. Qıpqırmızı. Dəhşət. Allah hər kəsə kömək olsun. Ümumiyyətlə, allergiya ilə yaşamaq çox çətin bir məsələdir. Ömür billah çarəsi yoxdur, ömür billah diqqətli olmalısan, dərman içməlisən, bu cür. Mukbang videolarına o kadar alıştım ki tez video çekmek için can atıram. Çünkü hem montajı zəhmətsiz olur,
Həm də ki, əvvəllər mən belə çox danışa bilmirdim kamera önündə. Daha çox özümü göstərmirdim və montajda səs yazırdım. Amma artıq bu neçənci videomda, hardasa 5-ci videom olmalı, səhv eləmirəmsə. Və o qədər alışdım ki, kamera qarşısında danışmağa. Sanki o ilk videolarda olan heyecanım biraz getdi. Bunun üçün də sizə təşəkkür eləmək istəyirəm. Videolarıma dəstək olduğunuz üçün, bəyəndiyiniz üçün, abunə olduğunuz üçün.